Təsisçi əməliyyatının icrası maliyyə bölməsindən həyata keçirilir. Maliyyə daxil olduqda ilk açılan əməliyyatlar bölməsində yeni əməliyyata keçid edirik. Açılan başlıqlarda yuxarıda təsisçi əməliyyatı. Təsisçi əməliyyatı şirkət sahibkarları, şirkət təsisçiləri, şirkət rəhbərləri tərəfindən şirkətə yatırılmış investisiya və yaxud şirkətə verilmiş borc kimi nəzərdə tuta bilərik. Təsisçi əməliyyatında burada şirkətin təsisçilərinin adları görünəcək. Seçəcəyik. Aşağıda əməliyyatın növünü təyin edəcəyik. Yəni təsisçidən ödəniş alırıqsa, borc alırıqsa, kapital alırıqsa, o zaman mədaxil, geri qaytarırıqsa məxaric seçiləcək. Deyək ki, biz ilk öncə təsisçidən mədaxil edəcəyik. Əməliyyatın tarixini təyin edəcəyik. Ödəniş nə zaman həyata keçirilir? Ödənişin növünü təyin edəcəyik. Hansı formada olub ödəniş? Nəqd bank kart formatında. Eyni zamanda hesabı təyin edəcəyik. Bu hansı hesaba deməli mədaxil olub və ödəniləcək məbləği təyin edəcəyik. Şərti olaraq deyək ki, sahibkardan, təsisçidən 5000 kapital qoyuluşu həyata keçirildi və yaxud şirkətə borc ödənişi həyata keçirildi. Bu formada təsdiq edəcəyik və əməliyyatın icrası həyata keçiriləcək. Daha sonra bu əməliyyatın tərs əməliyyatı, yəni təsisçidən alınmış ödənişin ona geri qaytarılması. Hal-hazırda balans formalaşdı. Təsisçidən 5000 aldıq, mənfi və qırmızı ilə göstərir. Yəni şirkət öz sahibkarına, təsisçisinə borcludur. Bu borcun müəyyən bir hissəsini qaytarmaq istəsək, məxaric əməliyyatını keçid edəcək, yenə də tarix və ödəniş növü hardan qaytarılacaq və hesabına təyin edib məbləğ qeyd edəcək. Şərt olaraq deyək 2000 ödənişi geri qaytarmaq istəyirik. Təsdiqlədiyimiz təqdirdə əməliyyat həyata keçirilmiş olacaq. Təsdiq və növbəti keçid isə bizi bu ekranda saxlayacaq, ardından başqa bir əməliyyatın icrasına keçid edə bilərik. Ödəniş həyata keçirilib, təsdiq və növbəti kliklədik. Artıq balans 3000-ə düşdü. 5000 alıb 2000 qaytardıq. Artıq sahibkara 3000 borcumuz var. Bu əməliyyatı icra etdikdən sonra əməliyyatlar panelində öz əksini tapacaq. Eyni zamanda təsisçi ilə bağlı aparılmış bütün əməliyyatların hesabatı yuxarıdakı başlıqlarda hesabatlar bölməsində təsisçi pulları hesabatında öz əksini tapacaq. Burada təsisçilərə nə qədər pul vermişik məxaric bölməsində, təsisçilərdən bu vaxta qədər nə qədər pul almışıq mədaxil bölməsində və yekunda balans. Mənfidirsə, şirkət təsisçiyə borcludur, müsbətdirsə, o zaman təsisçi şirkətə borcludur mənasına gələcək. Son ödəniş və onun tarixini göstərəcək. Eyni zamanda ətraflı baxış düyməsinə daxil olduqda bu günə qədər təsisçi ilə bağlı aparılmış bütün əməliyyatların ardıcıllığını görəcək. Nə zaman, hansı tarixlərdə, hansı hesablardan nə qədər pul vəsaiti mədaxil olunub və yaxud məxaric olunub, yəni təsisçidən alınıb, yoxsa təsisçiyə verilib. Ardıcıllıqla bütün əməliyyatların icrasını burada izləyə biləcəyik. Eyni zamanda Excel çıxarış və cədvəl tənzimləmələri, yəni Excel çıxarış zamanı hansı məlumatların görünüb görünməyəcəyini seçim edə bilərik.